30 yaşında bir sahabə İslamı qəbul edir. Səd ibn Muaz radiyallahu anh. Və onun İslamda ömrü cəmi 6 il olur. 6 il. Çox yaşamır. Yəni İslamda 6 il yaşayır həmin sahabə. Səd ibn Muaz radiyallahu anh. Onun etdiyi əməl barədə danışmayacaq. Ancaq o öldükdə, o şəhid olduqda Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah Taala'nın ərşi onun ölümü ilə titrədi. Təsəvvür edirsiniz, yəni sevincdən titrəyir ha. Və buyurur ki, 70.000 mələk, 70.000 onun ruhunu almaq üçün yer üzərində enirlər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm öz sadrında olur. Xəbər gəlir ki, Səd ibn Muaz vəfat elədi. Peyğəmbər sallallahu aleyhi və səlləm tez durur və qaça-qaça gedir. Qaçanda başmağı cırılır. Və çölün başmağına belə baxmır, ayaq-yalın qaçmağa başlayır. Buyururlar ki, ya Rasulullah, niyə belə tələssən? Buyurur ki, mən istəyirəm ki, mələkləri qabaqlayım. Mən mələklərdən qabaq çatım. Və həmin şəxs vəfat elədikdə, Səd ibn Muaz radiyallahu anh vəfat elədikdə onun cənazəsini aparırlar. Münafiqlər deyir ki, cənazəsi yüngül olur. Özü amma çox cüssəli adam olur. Həddindən artıq cüssəli olur. Cənazəsi yüngül olur. Müşriklər deyir ki, münafiqlər deyir ki, Allahın ona verdiyi bəladır. O hansı ki, Yahudlər barədə səhv qərar vermişdi, əksin düz qərar vermişdi. Münafiqlərin xoşuna gəlmişdi. Ona görə deyir, Allah Taala onu cəzalandırıb. Peyğəmbər sallallahu aleyhi və səlləm əksinə onun cəsədini mələklər daşıyır, ona görə yüngüldür. Yəni bu insan, əməl etdiyi əməldən danışmır. Bu insan 6 il İslamda yaşayır. İndi hamımız oturub düşünək ki, subhanallah, bu əməl nə əməl edib ki, bu cürə fəzilətə layiq olur. Yəni biz hamımız onlara oxşamağa çalışmalıyıq. Vallahi ki, biz də elə əməl edə bilərik ki, ölümümüzdən sonra bizim adımız yaşayar. Qiyamətə qədər bizə savab gələr. Qiyamətə qədər savab dəftərimiz açıq qalar. Deyə bilərsiniz ki, o sahabə idi, Peyğəmbərin yanındaydı, Peyğəmbərdən dərs almışdı, ondan tərbiyə almış. Yox, ondan sonra gələn insanlardan da nə qədər misal çəkmək olar. Ancaq mən bir dənə qadından misal çəkmək.